daxil oldu. Komandası üçün qol hesabına da qatqı elədi. Maraqlıdır Musa, oyunla bağlı nələri düşünür? Çox gərgin, çox maraqlı oyun alındı. Düşünürəm ki, belə oyunların çempionatımızda olması futbolumuz adına sevindiricidir. Nə qədər belə oyunlar çox olsa, o qədər həm futbolçular olaraq biz, həm də ümumi komanda, klub olaraq komandalar daha çox inkişaf edərlər. Bizə də bugün qələbə çox vacib idi. Sabah hal-hazırda liderdir. Çempionluq yarışı üçün çox vacib oyun idi. Qələbə üçün çıxmışdıq, amma oyun elə gətirdi ki, 3-0 geriyə düşdük. Amma düşünürəm ki, xarakter göstərdik. Ən azından məğlub olmadıq. Qələbə də qazana bilərdik. Yəni, şanslarımız çox oldu. Bəlkə vaxt bir qədər də getsəydi, bəlkə qələbə qolunu da vura bilərdik. Amma bir qədər nəsə tez qutardı oyun, bilmirəm, bəlkə də mən yanılıram. Amma belə, yəni maraqlı oyun oldu. Əsas odur ki, təki azarkeşlərimizə də çox təşəkkür eləmək istəyirəm. Yəni təki hər oyun belə gəlsinlər, bizi dəstəkləsinlər. Nə qədər özünüzdə görürsünüz, azarkeş çox olsa, o qədər oyunlar maraqlı olur, gərgin olunur. Musa, Qarabağın UEFA Çempionlar Liqasından gəldiyini, Newcastle kimi çətin bir rəqiblə 2 görüşdən sonra bu oyuna çıxdığını nəzərə aldıqda və həmçinin Sabahın mövsümün startından etibarən əla çıxışı və çempionluq yolundakı addımlarını düşünəndə bu Qarabağın bu mövsümki çempionluq istəklərinə, ümidlərinə bir təhdiddirmi? Əlbəttə, yəni Sabah bu il çox yaxşı forma yığıb, yəni çox yaxşı komandadır, yaxşı futbol oynayırlar. Yəni əlbəttə ki, bizim üçün çox ciddi rəqibdir və yenə deyirəm, yəni biz öz işimizə baxmalıyıq. Əlbəttə rəqibimizə, yəni Sabaha çox hörmət eləyirik, çox yaxşı futbol oynayırlar, yaxşı formadadılar, amma biz çalışırıq öz formamızı düşünək. Siz də dediyiniz kimi Çempionlar Liqası kimi ağır qrafikdən gəlirik, amma çalışırıq ki, artıq maksimum çempionata köklənək və hər oyuna qələbə qazanaq. İnşallah bundan sonra çempionluq üçün əlimizdən gələni eləyək. Musa, Sabahla sonuncu bir dueliniz də olacaq. Bu haqda nə fikirləşsən, yoxsa hələ bu barədə danışmaq üçün çox tezdir? Əlbəttə, hələ tezdir bunun üçün. Çünki bundan sonra artıq hər oyun çempionluq oyunudur bizim üçün. Hər oyuna, yəni final oyunu kimi yanaşacağıq. Ona görə indidən durub Sabahla oyunu danışmaq məncə bir qədər düzgün olmaz. Amma əlbəttə ki, o oyuna da, o birisi oyunlara olduğu kimi, yəni tam ciddi hazırlaşacağıq. Artıq bundan sonra istəyirik ki, hər oyuna 100 yox, 200%-imizi qoyaq. Çox sağ ol Musa, təşəkkür edirəm.